Asfalt dağılıb, iri dərin çökəklər yağış suyu ilə dolub. Mövcud problem nəinki sürücülərə, məktəbə gedən kiçik yaşlı uşaqlara da problem yaradır. Gedib gələ bilmirik, ayağımız batır, bütün məktəb paltarlarımız batır. Söhbət paytaxtın Qala qəsəbəsi Xaşaxuna bağları kimi tanınan ərazidəki Qala küçəsindən gedir. Çox çətin keçib gəlirik. Özdə bu Qala Xaşaxuna bağlarının demək olar ki, əsas aparıcı yoludur bu. Yəni buradan körpə uşaqlar gedib gəlir dərsə, hətta məktəb mən bildiyimə görə biz burada yeni yaşayırıq. Məktəb yolun özündədir. Valideynlər də zülm çəkirlər, uşaqlar da zülm çəkirlər. Valideynlər də problemdən narazıdır. Onlar deyirlər ki, belə havalarda uşaqları dərsə aparmaq mümkün deyil. Apara bilirik ki, gətirək də. Maşın gedir, gəlir, indi piyada. 10 ildir mən burada yaşayıram, bu vəziyyətdir. Nə heç psixoloq çağırsa gəlmir. Gəlməyə yol yoxdur, öz maşını düşür altı, peredok çıxır. Deyəm, uşaq bu birisini gətirib ki, məktəbdən bu birisini aparıq, işimiz gücümüz budur, uşaq məktəbə gedə bilmir. Hər qış bizimki yaşayışdır, zülm çəkirik, əziyyət çəkirik. Nə uşaqlar doğru düzgün məktəbə gedə bilir, nə biz doğru düzgün işə gedə bilirik. Üstümüz başımız belədir, bax, pinti günündə. Səhər təmiz paltarla çıxırıq, heç yolumuz yarı olmur, pis gündə. Bu deyə uşaqlarımız, bax, maşınlar. Heç maşın da sürməyin adı yoxdur burada, nəinki insan getməyi. Xəstə adamıq, hamı skoru çağırırıq, gəlir skoru deyir ki, biz gələ bilmirik, yol xarabdır. Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxladıq. Bildirdilər ki, həmin ərazilər agentliyin balansında deyil. Qala qəsəbəsi üzrə icra nümayəndəliyindən isə sorğumuza cavab olaraq bildirildi ki, həmin küçədə asfalt örtüyü olub, lakin dağıntıya məruz qalıb. Məsələ ilə bağlı rayon icra hakimiyyətinə məlumat verilib. O da qeyd olundu ki, Xəzər rayonunda bu cür problemli olan küçələr mərhələli şəkildə təmir olunur. Bu küçədəki məsələ də öz həllini tapacaq. Nigar Polad, Elbruz Kərimli, Cabbar Qaryağdoğlu, Xəzər xəbər.